Salamlar, Axtardığınız Cavablar podkastının 3-cü buraxılışından hər kəsə xoş gəlmisiniz deyirəm. Bu podkastda yəqin ki, həyatla bağlı ən çox soruşulan suallardan birinin cavabını müzakirə edəcəyik. Mən bu cavabı çox gec kəşf etsəm də, həyatıma çox gözəl faydası toxunub. Ümid edirəm ki, sizin də ən çox ehtiyacınız olan anda bu səs qarşınıza çıxar və həyatınızın o qaranlıq nöqtələrinə işıq tutmuş olar. Sual bundan ibarətdir ki, həyat çətinləşməyə başlayanda biz nə edə bilərik? Bu sualın çox fərqli cavabını oxuduğum bir kitabda tapmışam. Kitab I May Be Wrong, yəni yanılmış ola bilərəm adlanır və bu kitabda müəllif öz həyat təcrübəsi nəticəsində öyrəndiklərini oxucularla çox sadə dillə paylaşır. Kitab çox səmimi bir üsyanla başlayır. Müəllif bildirir ki, biz 15-16 il bir tədris təhsil sisteminin içərisində olsaq da, heç kim bizə həyat çətinləşəndə nə etməli olduğumuzu öyrətmir. Bu təəssüf ki, bizdə də belədir. Sosial bacarıqları biz sınayaraq, yanılaraq öyrənmiş oluruq və bu o deməkdir ki, nə qədər bilikli olsaq da, həyat çətinləşəndə nə etməli olduğumuzu zamanla özümüz öyrənmək məcburiyyətindəyik. Məhz belə anlar üçün müəllif çox fərqli bir məsləhət irəli sürür. O qeyd edir ki, işlər çətinləşəndə diqqətimizi nəyə yönəldəcəyimizi seçmək tək və ən doğru addımdır. Və daha sonra öz fikrini belə bir bənzətmə ilə izah edir. O bildirir ki, bizim diqqətimiz bir mişar kimidir. Biz bu mişarla nə qədər çox fərqli materialda əşyanı kəsməyə çalışsaq, bir o qədər də bu mişarı kütləşdirmiş olacaq. Lakin biz o mişarı qorsaq, öz qabında mühafizə eləsək və yalnız lazım olan anda götürüb ondan odun kəsmək üçün istifadə etsək, bu zaman o daha kəskin və iti olacaq. Eyni şəkildə bizim diqqətimiz də bu formada işləyir. Yəni biz öz diqqətimizi nə qədər çox yerə bölmüş olsaq, o qədər də bizə lazım olduğu anda onun daha az effekt almağa başlayırıq və daha çox diqqət pozğunluğu yaranmağa başlayır. Həyatın çətinləşdiyi dönəmlərdə bu xüsusilə vacib bir bacarıqdır. Çünki ətrafda çoxlu fərqli, qorxulu, təşviş yaradan fikirlər varkən, sizin sadəcə bir məqsədə fokuslanaraq irəliləməyiniz üçün diqqətinizi qorumağınız və onu idarə edə bilməyiniz önəmlidir. Və diqqətiniz üzərindəki nəzarəti ələ ala bilmək üçün isə çox sadə bir üsul təklif edir. O bildirir ki, sadəcə sakit qalaraq bunu etmək mümkündür. Yəni, məsələn, 5 dəqiqəlik bir alarm qurursunuz və bu müddət ərzində heç nə düşünməməyə, heç nəyin üzərində fokuslanmamağa çalışırsınız. Təbii ki, bu müddət ərzində ağlınıza müxtəlif fikirlər gələcək. Sadəcə siz o gələn fikirləri, indi mən bunlara fikirləşmirəm, indi mən bunlara yönəlmirəm deyərək uzaqlaşdırırsınız və yalnızca sakit qalmağa fokuslanırsınız. Hətta bəzi mənbələrdə tövsiyə olunur ki, ilk başlarda ağlınıza gələn fikirləri yaza bilərsiniz. Bununla da beyniniz artıq təşvişlə o fikirləri sizə xatırlatmaqdan əl çəkəcək. Təbii ki, zamanla bu müddət daha da çoxalacaq və siz daha çox dəqiqə yalnızca sakitliyə fokuslanaraq zehninizi və diqqətinizi idarə edə biləcəyinizi görmüş olacaqsınız. Bu da sizdə əslində daha çox özgüvən formalaşdıracaq. Çünki zehnini idarə edən insan əslində həyatını idarə edir. Həyatını idarə edə bilən insan isə özgüvəni daha yüksək olur. Özgüvənin həyatın çətin anlarındakı əhəmiyyətini müəllif çox gözəl şəkildə izah edib. O bildirir ki, hamımızın həyatında belə anlar olur ki, yəqin siz də mən deyəndə tez xatırlayacaqsınız. Çox böyük bir dönəm bitib, amma yeni bir dönəm hələ başlamayıb. Yəni bir ayrılıq, bir işdən çıxma, bir münasibətin, bir dostluğun bitməsi baş verib, amma onun yerinə hələ heç nə gəlməyib. Yəni çox böyük bir boşluq və qeyri-müəyyənlik içindəsiniz. Məhz belə anlarda bizim dimdik həyata qalmağımız, öz gələcəyimizə daha səbirlər, daha rahat şəkildə, daha inamla baxmağımız məhz özgüvənimizdən asılıdır. Çünki biz artıq özümüzə güvənirik və bilirik ki, gələcəkdə bizi nə gözləsə də, biz onun da öhdəsindən gələ biləcəyik. Bu, bizim diqqətimizi, zehnimizi və həyatımızı idarə etmə bacarığımızın bizdə formalaşdırdığı özgüvən sayəsində baş verir. Məncə müəllif burada həyatın çətin dönəmlərində necə gözləməli olduğumuzu, necə addım atmalı olduğumuzu çox ideal bir şəkildə təsəvvür eləyir. Mən bununla, bu izahla həyatımın çətin dönəmlərindən sonra qarşılaşmışam. Buna baxmayaraq yenə çox faydasını görmüşəm və hələ də tətbiq etməyə davam edirəm. Ümid edirəm ki, bu səs həqiqətən ehtiyacınız olan anda qarşınıza çıxar və sizin üçün bir çox problemin çox sadə yolda həlli olduğunu göstərmiş olar. Növbəti buraxılışlarda görüşərik. Hələlik.